İftara bugün mama, xalalar bizə qutab hazırladı. O qədər ləzzətli alındı. Düzdür, çox əziyyətli bir işdir, amma dəyərdi deyərdim. Restoranlarda yediyimiz o qutabların heç biri bu qutab qədər ləzzətli ola bilməzdi. İlk öncə xəmiri hazırladılar və göyərtiləri isə əvvəlcədən doğrayıb hazırlamışdılar. Ət qutabı, pəl qutabı və müxtəlif göyərtilərdən də qutab hazırladılar. Pəl qutabını ilk dəfə idi sınayırdım. Çox maraqlı bir dadı var idi, onu da deyim. Pəl qutabının içərisinə düyü və yumurta da atdılar. Yumurtanı qayğanaq şəklində bişirib əzib içərisinə əlavə etdilər və evdə sacda bu şəkildə bişirdilər və bişirdikdə həm üzərini və içərisini biz yağlayırıq. Yedikdə də qatıq sumaqla hədsiz ləzzətli qutabları idi. İstər pəl qutabı, istər göyərti və istər ət qutablarının hər üçünün dadına doymaq olmurdu. Hamı dadını çox bəyəndi və bu qutablar bol yağlı olduqda daha da ləzzətli olur. Bir sözlə qutabların dadı möhtəşəm idi. Hazırlayan analarımızın, xalalarımızın əlləri var olsun. Allah hamının orucunu qəbul etsin.